Selamun Aleyküm, hər birinizi salamlayıram əzizlərim. Bugün sizə Çokapay haqqında demək istəyirəm. Bəhbəhlə, aylarla, illərlə istifadə etdiyim çay süfrəmizin gözəli olan bu Çokapay haqqında məlumat verəcəm. Tərkibində onsuz da o qədər balaca yazıblar. Bunu mümkün deyil, kimsə oxuya bilsin. İndi Allah özü kömək olsun bizə, bunu gedib oxuyaq. Görək içində nə var, sizlə bölüşəcəm. Beləliklə, Çokapayı araşdırdıq. Bildiyimiz kimi uşaqlarımızın, bizim çox sevdiyimiz şirniyyatdan söhbət gedir. Mən hər zaman yaxınlarıma, əzizlərimizə müsafir, qonaq gedərkən belə və ya öz evimizdə Çokapaydan istifadə edirdim. Bugün gəlin tərkib hissələrini bərabər baxaq. Deməli, tərkib hissəsində nələr var? Y322 və Y492 tərkib hissələri nədən ibarətdir? Onu sizə izah verim. Y322 soya lestini. Bunun halal haramlığı şübhəlidir. Çünki tərkibində heyvansal yağ da ola bilər, bitkisel yağ da ola bilər və neftdən əldə olunmuş da ola bilər. Ən əsası bunu qeyd etmək istəyirəm ki, tərkib hissəsində əlbəttə palmal yağı mövcuddur.